Düzənliklər haqqında danışacağıq. Düzənliklər hündürlüyünə görə 3 yerə bölünür. Ovalıq, yüksəklik və yayla. Deməli, ovalıqların hündürlüyü 200 metrə qədər, yüksəkliklərin hündürlüyü 500 metrə, yaylaların hündürlüyü isə 500 metrdən də yüksək olur. Hamısını xəritədə göstərəcəyik tək-tək. Səhifə 78-dəki cədvəli sinifdə göstərmişdik. Sabah yenə göstərəcəyik sizlə bir yerdə. İndi isə gəlin materiklərin ən alçaq nöqtələrini sizə göstərim. Asiyada Qıxor çökəkliyidir, -402 metr. Baxın, bu hissədədir. Aralıq dənizinin, Qırmızı dənizin ortasında. İndi nə göstərsəm, zəhmət olmasa sizdə karandaşla halqaya alın ki, yerini əzbər biləsiniz. Afrikanın ən alçaq yeri isə buradadır, baxın, Assal çökəkliyidir. Assal çökəkliyi -157 metr. Həmçinin şimalında da alçaq nöqtəsi var. Kattara çökəkliyi -133. Deməli, Assal -157, Kattara -133 metr. Sonra baxaq, deməli, Şimali Amerika və Cənubi Amerikaya. Şimali Amerikanınki ölüm dərəsidir. -86 metrdir. -86 metr burada. Cənubi Amerikanınki isə Valdesdir. -42 metrdir bu hissədə. Bir də Avstraliyada var. Eyr çökəkliyidir. O da buradadır. -16 metrdir. Deməli, düzənliklər akkumulyativ və denudasyon olmaqla 2 yerə bölünür. Akkumulyasiya prosesi odur ki, belə deyim də, platforma keçmişdi. Ya, platforma. Platformanın bu hissə qalxan hissəsi idi. Bir də belə hissəsi var idi, enən hissəsi. Bax, o qalxan hissə denudasiyadır. Yəni ki, yaylalara, dağlara uyğun gəlir və aşınma prosesi orada çox gedir. Kənar təsirlərin nəticəsində orada aşınma prosesi gedir. Süxurlar aşınır, bir yerdən başqa yerə gedir. Və o getdiyi yerdə, məsələn, tutaq ki, çay axır, çay buradan axaraq o aşınmış süxurları aparır, çökək bir ərazidə çöktürür. Bax, o çöktüyü ərazidə yaranan düzənlik hamarlanır da düzənlik. Hamarlanan düzənliyə deyilir akkumulyativ düzənlik, yəni ovalıqlar. Bir sözlə, denudasyon düzənliklərin hamısı yaylalardır, akkumulyativ düzənliklərin hamısı ovalıqlardır. Testdə siz görəndə ki, yazılıbdır ki, denudasyon düzənlikləri seçin, avtomatik olaraq altda harada yayla görsəz, onu götürəcəksiniz. Məsəl üçün, Tibet yaylası, Dekan yaylası, Qərbi Orta Sibir yaylası və s. Desək ki, denudasyon düzənlik, avtomatik olaraq ovalıqları götürürük. Nə bilim, Küraraz ovalığı olsun, Qərbi Sibir, Amazon, Orinoco ovalığı və s. Sonra, indi keçək səhifə 79-da eksogen mənşəli relyef formalarına. Uşaqlar, gözümüzə görünən təbiətdə nə ki, coğrafi obyektlər görürük, bunlar relyefin hissələridir. Relyef nədir? Yer kürəsinin nahamarlıqlarının cəmi. Buna deyilir relyef. Biri var çöldə, bax bu gözümüzə nə ki görünür. Bunu yaradan qüvvə, daxili qüvvələr olar. Məsəl üçün zəlzələ, vulkan və s. Bir də var ki, dağdır, qədim dağdır, get-gedə günəşin, küləyin, istinin, soyuğun təsiri ilə aşınmaya məruz qalır. Bu da olur xarici təsir. Məsəl üçün, illər boyu, 100 illər boyu külək, yağış, günəş təsir eləyir. Süxurlar nə olur? Parçalanır, aşınıb, daşınır, tökülür. Və beləliklə şahid dağlar formalaşır, məsəl üçün. Yaxud da deyək ki, səhrada duyunlar, barxanlar formalaşır. Eksogen mənşəli relyef formalarına gəlin burada nümunələr verilib, bir-bir baxaq. Məsəl üçün, kanyon. Kanyon demişdim, dünyada 2 ən böyük kanyon, Kolumbiya, Colorado, ABŞ-ın ərazisində. Kanyon budur, baxın. Çay dərəsidir. Bax, bu şəkildə. İri, böyük bir dənə dağdır. Dağın ortası ilə çay neyniyibdir? O süxurları parçalayaraq özünə bir dərə formalaşdırıbdır. Buna deyilir kanyon. Bu isə meandırdır, əyri-üyrü şəkildə xətdir. O da düzənlik çaylarında olur. Baxın, əyri şəkildə. Məsəl üçün, buna misal ola bilər Amazon çayı, Kür çayı. Çünki düzənlik ərazi ilə axır. Zigzag formada gedir də. Dübbələm düz getmir ki, çay tras deyil, yol deyil ki. Axarını harada tutdusa, harada çökək yer gördüsə, su ora meyillənir axı. Gah sağa, gah sola. Buna deyilir meandr. Dağ çaylarında suyun dərəsi kanyon formalaşdırır. Düzənlik çaylarında su dərəsi
meandr formalaşdırır. Sonra burada mağara görürük. Məsəl üçün bu mağara. Bu mağaranı da yeraltı sular formalaşdırır. Buna deyilir karst mağarası. Məsəl üçün dünyada ən böyük mağara Postoy mağarasıdır. Azərbaycanda Azıq mağarası var və s. Sonra yeraltı sular belənçində bir dənə yumru bir halqa şəklində görürsüz. Belə bir relyefdə formalaşdıra bilir. Təbiətdə var belə şeylər. Buna da deyilir karst qıfı. Sonra bax bu səhrada deməli görürsüz, biri qumtirəsli təpəcik formasındadır. Biri isə belə avallı formadadır. Buna deyirlər deməli duyunlar bu düyün şəklindədir. Bu isə barxandır, oraq şəklindədir. Elə bir ki səhrada külək iki tərəfdən vurursa duyun formalaşdırır. Bir tərəfdən vurursa barxan formalaşdırır. Bu da küləyin təsirindən yaranan relyef forması oldu. Deməli, bayaqdan nə adı çəkdik? Çayların yaratdığı relyef forması, yeraltı suların yaratdığı relyef formasını göstərdik, mağaralar. İndi də səhrada küləyin yaratdığı relyef formasını göstərdik, duyunlar və barxanlar. Sonra baxaq buzlaqların yaratdığı relyef formasına. Deməli, buzlaqlar belənçinə Moren təpəsi yaradır. Sonra belə karlar yaradır, sirklər yaradır. Elə bir ki, bir dağın təpəsində buz əmələ gəlir. O aşağıya sürüşərək müxtəlif relyef formaları yaradır. Bunlara da nə deyildi? Morenlər, sirklər, karlar. Buzlağın yaratdığı relyef formaları. Sonra bir də var dalğaların sahilə çırpılaraq sahili formalaşdırması. Buna da deyilir abrazyon düzənliklər. Bir də buzlaqların yaratdığı relyef formasına isə egzaraziya deyilir. Egzaraziya. Abraziya dalğalarındır. Egzaraziya buzlaqların yaratdığı relyef formalarıdır. Bir də uşaqlar, olur ki, məsələn, leysan yağış yağır, leysan yağış möhkəm yağır və məsəl üçün dolur bir çuxura, oranı parçalayır. Buna da deyirlər qobu, yarğan, yarğan deyilir. Məsəl üçün bir ərazini yardı, yarğan adlandı. Sonra ora quruyub çəkiləndən sonra o su quruyur, nə bilim, yay gəlir. Mama, söndü. Yay gəlir, su quruyur, o yarğan çevrilir qobuya. Qobu yarğanın son halıdır.